Hamını salamlayıram, hörmətli izləyicilər və dostlar. 5 avqust 2026-cı ildə saat 11 isti bir yay günüdür. Avqust ayının başlanğıcında sizə Alanya Kargıcak'ta dənizə 2 kilometr məsafədə yerləşən möhtəşəm bir yaşayış kompleksini və bu kompleksin içində gözəl bir villanı təqdim edəcəm. Bəli, bura 10.000 kvadrat metr ərazidə, böyük bir ərazidə tikilmiş gözəl bir yaşayış sitəsidir. İnsanlara gözəl yaşayış səviyyəsi təklif olunur. Bəli, üzr istəyirəm, insanlara gözəl yaşayış səviyyəsi, yaşam standartları təklif olunur. Bura sitenin ana girişidir. Bir neçə dənə girişi var aşağıya doğru, çünki site gedir. Biz ən üst hissədəyik. Burada 3 dənə korpus var. Burada əsasən apartamentlərdir, villalar isə aşağıdadır. Deməli 10.000 kvadrat metr ərazidə 39 dənə mənzil və 15 dənə villadan ibarətdir. Bu gördüyünüz yer uşaq oyun alanıdır. Burada üstü qapalı maşınları park eləmək üçün yer var, qarşıda da var. Vizual olaraq, dizayn olaraq çox ürək açan, çox səviyyəli və gözəl bir yaşayış kompleksidir. Tam infrastrukturalıdır. Tam infrastruktur, qapalı havuzundan tutmuş, sauna, fitness, indi hamısını göstərəcəm. Çox gözəl tikilib, artıq bitib, bütün sənədləri qaydasındadır. Yuxarıda baxın, kamera sistemi filan, müşahidələr. Bura ən üst blokda, üstdə olan A blokudur və buranın girişi buradandır. Qarşıda, yuxarıda tenis kortu, basketbol meydançası, aşağıda ümumi ortaq hovuzu var. Villaların hamısının şəxsi hovuzu var. Baxın, sitenin müxtəlif hissələrində belə maşınları park eləmək üçün xüsusi yerlər qarşıda da var. Buradan yuxarı qalxacağım. Burada tenis kortunu göstərəcəm. Villanı sonda göstərəcəm. Axıra kimi izləyin. Baxın, çox gözəl bir tenis kortu. Tenis kortunun içindən də balaca bir basketbol meydançası var. Bəli, əziz dostlar, Alanya'da belə gözəl inşaatlar, belə gözəl binalar, komplekslər inşa olunmağa davam edir. Buranı isə inşa edən bir İstanbul şirkətidir, böyük İstanbul şirkətidir. Bundan başqa çox gözəl villaları da var Təpə rayonunda, Təpə məhəlləsində. İnşallah oranı da çəkib göstərəcəyik. Buradan isə aşağıya doğru enirik. İndi isə infrastrukturanı göstərəcəm. Balaca bir içəri şəhərdəki qala divarları kimi yerdən keçirik. Çox maraqlı yerdir. Biraz da kənd havası verən buraya bu divarın bu daşlarıdır. Baxın necə özəl daşlardan divar yığılıb. Ərazisi, landşaftı, güllər, çiçəklər, tərtəmiz. Artıq bunu da deyim ki, bu sitədə 70% evlər və villalar satılıb. Əgər belə gözəl yerdə siz də mənzil sahibi olmaq istəsəniz, villa almaq istəsəniz tələsin. Gəldik, çıxdıq hara? Hər kəsin ən sevimli güşəsi olan havuz kənarına. Baxın, səviyyəni artıq hiss eləyirsiniz. Burada qapalı infrastrukturadır, orada enəcəyik. Bu gördüyünüz 3 binada mənzil sahibi ola bilərsiniz. Amma bu arada bunu deyim ki, burada olan bütün mənzillər, istər 1+1, 2+1, 3 və 4+1, hamısı dupleksdir. Yəni 2 mərtəbəlidir. Mən indi mənzil göstərməyəcəm, vaxtım çox gedəcək. Ona görə bugün villanı göstərəcəm. Havuzu ətrafını dolaşdım. Çox gözəldir, çox səviyyəlidir. İnsana zövq verir. Burada belə bir duş. Bax, villalar isə buradan başlayır. Buradan üzü aşağıya doğru villalar gedir. Korpuslarımız isə bu 3 korpusdur. Bu 3 korpusda mənzil sahibi ola bilərsiniz. Bu gözəlliklərin dadını çıxara bilərsiniz. İndi daxil olacağım içəri. Əziz dostlar, qapalı infrastrukturanın olduğu binaya daxil olduq. Artıq səviyyəni, gözəlliyi özünüz görürsünüz. Bu videodan da yansıyır. Burada olmaq doğrudan da adama zövq verir. Bunu deyə bilərəm sizə. Baxın, bura fitness zaldır. Müasir alətlərlə təmin olunmuş və havuz mənzərəli qaçış zolaqları. Yəni məşq eləyə-eləyə sıxılmazsınız, darıxmazsınız.
havalandırma sistemi, kondisionerlər hər şeylə təmin olunub. Davam edirik. Çox səviyyəli bir yerdir, çox xoşuma gəldi. İnşaat şirkətinə təşəkkür edirəm ki, belə gözəl komplekslər qazandırırlar Alanyaya. Hara gəldik, daha bir hər kəsin sevimli yeri olan Qapalı hovuz. Qapalı hovuza gəldik. İnanıram ki, bu videonu izləyən bütün insanlar zövq alacaqlar və belə mənzillərə sahib olmaq istəyəcəklər. Əlaqə saxlayın, bütün videoların altında nömrəm var. Relaks otağına daxil oluruq. İnsanlar çox böyük məbləğlər verirlər. Otellərdə bir həftə, 10 gün, bir ay yaşayırlar. Məncə daha məntiqli olar ki, imkan düşərsə, belə sitələrdə, komplekslərdə ev alasınız və gəlib bir həftə, 10 gün yox, bir ay, 3 ay, nə qədər qanunla icazə varsa yaşaya bilərsiniz. Bu arada artıq Türkiyədə, Alanyada əlbəttə ki, Türkiyənin hər yerində oturma izni açılıb. Bu mənzilləri əldə edib oturma izni də ala bilərsiniz və hətta göstərəcəyim villanı alıb vətəndaşlıq da ala bilərsiniz. Bu da öz yerində. İndi isə daxil oluruq hara. Bu hissədə bizdə sauna, buxar otağı və duz otağı var. Bu bizdə saunadır. Böyük sauna, biraz qaranlıqdır, işığı açmamışam. Burada hamam. Qəşəng səviyyəli bir hamam. Bu da duz otağı hal-hazırda təmir olunur. Kompleks yeni istifadəyə verilir. Hələ bəzi yerlərdə işlər davam edir. Bu da bizim qapalı infrastruktur olan ərazi. İndi isə gedirik hara? Villamıza baxmağa. Və əziz dostlar, gəldik artıq villamızın önündəyik. Nümunə örnək villa döşənib. Çox gözəl xəyallardakı bir villadır. Girişi buradandır. Bütün villaların şəxsi qarajı var. Və indi villaya daxil olacağıq. Doğrudan da villa mənə çox xoşuma gəldi. Ümid edirəm ki, siz də bəyənəcəksiniz. Bax, girən kimi belə yaşıl ərazisi, daşdan hörülmüş fasadı. Çox səviyyəli villadır, çox düşünülmüş, hər şey yerli yerində. Çəkdiyim ən gözəl villalardan biridir deyə bilərəm. Və daxil oluruq içəriyə. O qədər içəridə zövqlü, fərah hər şey düşünülüb ki, yəni insana zövq verir. Baxın əziz dostlar. Buradan ikinci mərtəbəyə çıxışdır. Salonu çox geniş, böyük. Hər yer ağıllı sistemlə idarə olunur. Panjurlar, jalüzlər olsun. Yəni içəridə temperatur, kondisionerlər, baxın Hitachi markalı kondisionerlər. Hamısı ağıllı sistemlə. Sonra baxın orada əgər evdə olmasanız, suda bir problem olarsa alarm sistemi var və özünü bağlayır, suyu bağlayır. Sonra nə deyim, hər yerdə yerdən isitmə sistemidir. Duman detektoru var yuxarıda. Yəni hər şey düşünülüb. Aşağıda bir böyük salon və bir böyük otaq var. Bu otağa baxaq. Hamısı zövqlə düzəldilib, bəzədilib. Əla villadır. Mən doğrudan da hesab edirəm ki, hamının xəyalında belə bir villa ola bilər. Buradan hovuza çıxışı var. Mənzərəsi mükəmməl. Dizaynı mükəmməl. Sanuzul. Hər otağın öz sanuzlu var, özdə böyük. Gəlin salona qəşəng baxaq. Və çox şərh vermək istəmirəm. Yəni burada hər şey göz önündədir. Nə deyəsən, hər şey mükəmməl, kaliteli, səviyyəli. Texnika Siemens. Mebellər bahalı, səviyyəli. Çox gözəl villadır. Allah hər kəsə belə villa qismət eləsin. Və əziz dostlar, bu döşənmiş olan villadır. Bu villanın qiyməti 1 milyon 350 min evrodur. Üzr istəyirəm, 1 milyon 350 min evro. Amma bizdən biraz yuxarıda triplex, 3 mərtəbəli villalar var. Onun qiyməti daha yüksəkdir. Amma bizdən aşağıda olan villaların qiyməti buradan daha ucuzdur. Digərləri əşyasızdır, amma əşya qoyula bilər. Bu məlumatda vermiş olduq. Burada hovuz.
Burada belə ateş çuxuru deyilir. Yəni qışda, yayda yox, adətən qışda oturmaq üçün maraqlı yerdə oturub istirahət edirsən. Ərazisində palma ağacları, şam ağacları var. Buradan göstərim. Baxın, tam olaraq belə görsənir yandan. Mənzərə də möhtəşəmdir, gözəldir. Bir sözlə, gözəl həyatdan zövq ala bilərsiniz buradan. Əlbəttə ki, imkana bağlıdır. Kimin imkanı varsa yatırım eləsin, alsın. Bu mənzərəni gözlə görər. Mənzərə bu şəkildə görsənir. Ya burada yorucu heç bir şey yoxdur, gözəlliyi var sadəcə. Balaca bir duş və burada da oturma alanı. Buradan da villanın qapısı var. Birbaşa salona daxil ola bilərsiniz. Vallahi nə deyim, çox gözəldir. Yenidən təşəkkür eləmək adam istəyir ki, Alanya'da belə gözəl obyektlər, villalar inşa olunur. İndi ikinci mərtəbəni göstərəcəm. Orada möhtəşəmdir. Oradan da çox səviyyəlidir. Və bu belə qəşəng, səliqəli nərdivanlarla çıxırıq yuxarıya. Burada da möhtəşəm bir panorama. Yenə də dənizi görürük buradan. Çox qəşəng dizayn olunmuş villadır. Mənim çox xoşuma gəldi. Ümid edirəm sizin də xoşunuza gəlir. Divarda belə bir şkaf. Sol tərəfdən başlayaq. Sol tərəfdə daha bir otaqdır. Şəxsi balkonu, ağıllı sistemi, hər şey. Və əlbəttə ki, öz qardirobu da var. Hər otağın öz sanuzlu ilə yanaşı qardirobu da var. Şüşədən. Bunlar hamısı əlbəttə ki, qiymətli bir, yəni vəsait tələb edən bir şeylərdir. İstəyirsinizsə eviniz belə olsun, biraz xərc çəkməlisiniz. Burada balaca balkondur. Mənzərə yenə də gözəl. Havuza da baxır. İndi keçək digər otaqlara. Burada daha bir yaxşı cəhət odur, baxın. Çıxırsan nərdivandan geniş ərazi var. 2 otaq sağda, 1 otaq solda. İndi isə bu otağa baxaq. Bu böyük balkondur. Hər 2 otaqdan bura çıxış var. Bu otağın da şəxsi sanuzlu var. Şəxsi qardirobu var. Bir sözlə bizə nə düşür? Maşallah demək. Alanya inkişaf edir, gözəlləşir. Bu isə böyük otaqdır. Baxın, otağın girişinə baxın. Necə də fərah, gözəl. Bu ən böyük otaqdır. Mən əminəm ki, hamı belə villa istəyir, belə formatda. Bu girirsən rahat qardirob, sanuzul və sonra otağa daxil olursan. Yorucu heç bir şey yoxdur. Artıq heç bir şey yoxdur. Yəni çox zövqlə düzəlib. Bu da yuxarıdakı böyük balkonumuzdur. Bunu da görmüş olduq. Belə, əziz dostlar, Alanya Qarqıcaq məhəlləsində 10.000 hektar ərazidə, 10.000 kvadrat metr ərazidə 39 mənzildən 15 villadan ibarət olan bir yaşayış kompleksində mənzil sahibi olun. Ümumi obyektlərin 70%-i artıq satılıb. Siz də tələsin, əlaqə saxlayın. Mənzil qiymətləri əlbəttə ki, villa qiymətləri kimi deyil. Villalar bu qiymətədir. Şəxsən bu villanın qiyməti 1.350.000 evrodur. Bundan daha böyüyü var, daha ucuzu var. Mənzillər isə əlbəttə ki, hamısı duplekslik, 1+1, 2+1, 3 və 4+1 duplekslər qiymətləri uyğundur. Əlaqə saxlayın, siz də bu mənzillərə sahib olun. Sağ olun, var olun, gələn videolarda görüşənədək.